Hamıya salam. Gəlin bir anlıq düşünək. Afrika. Ağlınıza ilk nə gəlir? Yəqin ki, o klassik mənzərə, hə? Yandırıcı günəş, sonsuz səhralar. Amma bilirsinizmi, bu hekayənin sadəcə başlanğıcıdır. Əslində, Afrikanın iqlimi o qədər rəngarəng, o qədər mürəkkəbdir ki, gəlin bugün birlikdə bu stereotipi, necə deyərlər, darmadağın edək və həqiqətləri ortaya çıxarıq. Və söhbətə elə ən vacib yerdən başlayaq. Baxın, BMT ekspertlərinin bir hesabatı var və orada çox ciddi bir fikir səslənir. Deyirlər ki, Afrika ölkələrinin iqtisadi cəhətdən geri qalmasının, kənd təsərrüfatının zəif olmasının kökündə dayanan əsas səbəblərdən biri quraqlıqdır. Yəni, bu sadəcə hava proqnozu mövzusu deyil. Söhbət insanların taleyindən, bütün bir qitənin gələcəyindən gedir. Yaxşı, bəs bu problemin ürəyi, mərkəzi haradır? Məhz sahil bölgəsi. Təsəvvür edin, sahil bir növ iqlim cəbhəsidir. Şimal tərəfdən böyük səhra onu sıxır, cənubdansa savannalar və bütün bu bölgənin taleyi, həyatı, hər şeyi bir damla yağışdan asılıdır. Həqiqətən də çox həssas bir balansdır. Deməli, quraqlıq dedik, amma gəlin bir aydınlaşdıraq. Quraqlıq sadəcə yağış yanmaması deməkdir, yoxsa bu, buzdağının sadəcə görünən tərəfidir və altında daha dərin, daha ciddi fəsadlar yatan bir böhrandır. Baxın, sahil zonasında quraqlıq sanki bir domino daşı kimidir. Birinci daşı aşır, yəni məhsul hələ yığılmamış tarlada quruyur. Sonra növbəti daş, malqara, susuzluqdan, yemsizlikdən tələf olur və sonuncu və ən ağır zərbə birbaşa insanlara dəyir. Bu, sadəcə bir zəncirvari reaksiya deyil, bütün kənd təsərrüfatını, bütün bir həyat tərzini iflic edən bir prosesdir. Və elə düşünməyin ki, problem bununla bitir. Əslində, quraqlıq çox vaxt daha böyük, daha amansız bir problemin qapısını açır. Səhralaşma. Yəni səhra sadəcə dayanmır. O, dayanmadan irəliləyir, münbit torpaqları udur. Təəssüflər olsun ki, bu prosesdə insan amilini də unutmaq olmaz. Bəzən biz özümüz bilmədən vəziyyəti daha da pisləşdiririk. Necə? Məsələn, malqaranın həddindən artıq otarılması torpağın qoruyucu təbəqəsini yox edir. Eyni bitkiləri dəfələrlə əkmək torpağı gücdən salır. Yanacaq üçün kəsilən hər bir kol, hər bir ağac isə səhraya buyur gəl demək kimidir. Yaxşı, bura qədər problemi anladıq. Amma gəlin biraz daha dərinə gedək. Kök səbəbə baxaq. Ümumiyyətlə, niyə Afrika planetin ən isti qitəsi sayılır? Bütün bu istiliyin mənbəyi nədir? Gəlin indi bu böyük ekvatorial mühərrikin necə işlədiyini birlikdə açaq. Cavab əslində çox sadə bir sözdə gizlidir. Coğrafiya. Afrikanın böyük, həqiqətən də çox böyük bir hissəsi tropiklər arasında yerləşir. Bu nə deməkdir? Bu o deməkdir ki, günəş şüaları bütün ir boyu demək olar ki, 90 dərəcə bucaq altında, yəni birbaşa bu torpaqlara düşür və nəticədə fasiləsiz bir istilik yaranır. Və məsələnin açarı da elə budur. Bu istilik daimidir. Bir anla təsəvvür edin. Əksər bölgələrdə temperatur ilin demək olar hər günü 20 dərəcədən aşağı enmir. Bu, sanki heç bitməyən, fasiləsiz bir yay fəslidir. Afrikanın coğrafiyasında başqa bir maraqlı məqam da var. Qitə ekvatora görə o qədər simmetrikdir ki, sanki bir güzgü effekti yaradır. Yəni, şimal yarımkürəsində yay olanda, cənubda qış olur və əksinə. Amma bu güzgü tam mükəmməl deyil. Bir vacib fərq var. Afrikanın şimal hissəsi daha geniş quru sahəsinə malikdir. Bu da o deməkdir ki, orada iqlim daha quru, daha kontinental xarakter daşıyır. Yaxşı, bura qədər hər şey məntiqli səslənir, elə deyilmi? Amma bu sadə istilik mühərriki hekayələrin hamısını izah etmir. Əgər hər şey bu qədər sadədirsə, bəs sahil kimi bölgələrdəki o dəhşətli davamlı quraqlıqlar haradan qaynaqlanır? Bu ifrat hallar necə yaranır? Aydındır ki, günəşdən daha artıq bir şey var bu işdə. Və bu ziddiyyəti, bu ifrat vəziyyəti göstərmək üçün sizə bir rəqəm deyim. Hazır olun. 10.470 millimetr. Bu, Kamerunun Debunça bölgəsinə düşən orta illik yağıntıdır. Bura dünyanın ən rütubətli yerlərindən biridir. İndi bir düşünün. Bir tərəfdə quraqlıqdan can çəkən sahil, o biri tərəfdə isə sel aparan Kamerun. Eyni qitədə. Bu həqiqətən də ağlasığmaz bir təzad deyilmi? Və bu da bizi əsas suala gətirib çıxarır. Necə olur ki, bir qitə özündə eyni anda həm alovu, həm də daşqını saxlayır? Bu böyük tapmacanın cavabı nədir? Cavabı tapmaq üçün gəlin iqlimin gizli heykəltaraşlarına baxaq. Yəni o amillərə ki, Afrikanın iqlimini sadə bir istilik modelindən çıxarıb mürəkkəb bir sənət əsərinə çevirir. Söhbət cərəyanlardan, sahillərdən və qitələrin özündən gedir. Bu heykəltaraşlardan bəlkə də ən güclüsü okean cərəyanlarıdır. Məsələ çox sadədir. Soyuq cərəyanlar, məsələn kanar və bengel cərəyanları sahilə yaxınlaşanda havanı soyudur və qurudur.
Nəticə quru, arid şərait. Tam əksinə isti cərəyanlar Mozambik və İynəburnu kimi özləri ilə bol rütubət, yəni bol yağıntı gətirir. Onlar sanki qitənin təbii kondisionerləri və ya nəmləndiriciləri kimi işləyir. İkinci böyük heykəltıraş isə relyefin özüdür. Məsələn, dağlar. Onlar sanki səmaya uzanan bir divardır. Hind okeanından gələn nəmli hava kütlələri Əjdaha dağlarına çatanda bütün rütubətini şərq yamazlarına boşaldır. Hündürlük amili isə bambaşqa bir mövzudur. Düşünün, Kilimanjaro dağı ekvatora o qədər yaxındır ki, amma zirvəsi il boyu buzla örtülüdür. Bu hündürlüyün gücüdür. Yaxşı, bütün bu parçaları, günəş, cərəyanlar, dağlar birləşdirəndə ortaya necə bir tablo çıxır? İndi gəlin bu zəngin iqlim mozaikasının nəticələrinə, yəni Afrikanın əsas iqlim qurşaqlarına qısa bir səyahət edək. Başlayaq ekvatorial qurşaqdan. Burada hər gün demək olar ki, eyni ssenari üzrə gedir. Səhər hava aydın və parlaqdır. Günortaya doğru istilik pik həddə çatır və günortadan sonra sanki göy yarılır, güclü, ildırımlı leysan yağır. Axşam isə hər şey bitir, səma yenidən təmizlənir, sakitlik çökür. Təbiətin o qədər dəqiq bir saatı var ki, heyran qalmamaq olmur. İndi isə keçək tam əks qütbə, tropik qurşağa. Bura sözün əsl mənasında ekstremallar diyarıdır. Yağıntı demək olar ki, yoxdur. Amma ən heyrətamiz olanı gündəlik temperatur fərqidir. Bəzən bu fərq 40 dərəcəyə çatır. Yəni, gündüz cəhənnəm istisi, gecə isə kəskin soyuq. Təbii ki, belə bir yerdə suvarma olmadan kənd təsərrüfatından danışmaq belə mümkün deyil. Və bu böyük iqlim xəritəsini tamamlamaq üçün daha iki əsas qurşağı da qeyd edək. Birincisi, subekvatorial qurşaq. Burada hər şey iki mövsümə bölünür. Aydın bir quru mövsüm və aydın bir rütubətli mövsüm. Bütün həyat, bütün əkinçilik bu ritmə uyğunlaşır. İkincisi isə subtropik qurşaq. Bu, qitənin şimal və cənub uclarında Aralıq dənizi iqliminə bənzər, bizə daha tanış olan aydın fəsillərin yaşandığı yerlərdir. Beləliklə, iqlimin bütün bu texniki tərəflərini, sirlərini açdıq. Amma indi gəlin tam bir dövrə vurub söhbətimizin başladığı yerə qayıdaq. İnsan amilinə. Çünki bu hekayədə iqlimdən daha artıq bir şey var. Xatırlayırsınızsa, söhbətə BMT-nin o ciddi hesabatı ilə başlamışdıq. Quraqlıq və iqtisadi çətinliklər arasında birbaşa əlaqə qurulmuşdu. Yaxşı, bəs bütün bu iqlim elmini öyrəndikdən sonra sizcə hekayə sadəcə bundan ibarətdir? Yəni, bütün günahı təkcə iqlimin boynuna atmaq olarmı? Bu həqiqətən də bizi dərindən düşündürməlidir. Bir ölkənin, bir regionun inkişafdan geri qalmasının yeganə səbəbi həqiqətən də əlverişsiz iqlim ola bilərmi? Yoxsa bəlkə də bu mürəkkəb mənzərənin başqa çalarları da var. Məsələn, tarixi, siyasi və ya iqtisadi amillər bu prosesdə nə dərəcədə rol oynayır? Bu suallar artıq cavabını hər birimizin özünün axtarmalı olduğu suallardır.